Herkese salamlar. Bugün sizə elektron qayməni offline rejimdə e-faktura proqramında necə yazmaq lazımlığını göstərəcəm. Qeyd edim ki, bəzən olur ki, fərqli fakturalar yazırsınız, sistem işləmir və yaxud da rahatsızlıq üçün digər proqram sürətlidir. Təkrar faktura elektron qayma yazanda təkrara vursaq, avtomatik qaralamaya düşür. Yəni inci sadəcə bir-iki rəqəm dəyişib təkrar edərsiniz. Amma xidmət adları, mal adları dəyişdikdə bunu etmək çətinlik olur. Ən yaxşısı digər proqramdan istifadə etməkdir. Yazılmış fakturaları silərək. İlk proqramı üçün sizə faktura proqramı, bir də Google Disk lazımdır. Hər ikisini birləşdirirsiniz. Qeyd edim ki, kim çətinlik çəksə, pullu olaraqdan sizə kompüterə yazılma və başdan başlama edə bilərik. Google diskə yazmağın üstünlükləri odur ki, siz hər istədiyiniz yerdə kompüterinizdə aça bilərsiniz Google disk üzərindən. Məsələn, hal-hazırda faktura yazacaq deyə baxın, daxil olan həmin fakturaya şirkətlərin əvvəlki fakturaları var avtomatik onlaynda. Və Deemingdir, şirkətin adı tam olaraq qeyd etməmişik. Qeyd edim ki, burada vöynə kimi əlavə etməmişik deyə, sadəcə burada obyektin adı hissəsində qeyd edilmişik ki, rahat daxil olduqda görək ki, hansı şirkət. Bu köhnə daxil etdiyimiz mallardır. Bunların hamısını sildik. Həmçinin sizə avtomatik Excel'də faylları yazmaq üçün də fayl düzəldə bilərəm şirkətə uyğun. Qeyd edim ki, bütün xidmətlər baxın burada var. Sadəcə buraya yaxınlaşıb tutam ki, 244 yazsaz. 244. Avtomatik akt dəyişir. Səhvdən həmin aktı rahatlıqla çapa verə bilərsiniz. İndi biz hal-hazırda 245-ci faylı kılavuzu əlavə etmişəm. 246 əlavə edirəm. Baxın, 3 dənə faktura adıdır, 3 dənə xidmətdir. Aktda hazırda aktı göndərmişik. Elektron qayməni hal-hazırda göndərməliyik. Deeming şirkətidir. Test 3 faylları bura yerləşdiririk. Yəni burada hər şey hazır olduğuna görə bir dənə aktdan götürüb adları bura əlavə edirik. Save etdikdən sonra bayaq fayllar sildik, Excel'ə buradan götürürük. Və budur. Faylın adını əlavə etdikdən sonra, yəni fayllar burada xidmətlər görsənir. Qeyd edirik, fərqli qeyd et. Ekranda qeyd edirik, hansı firma, şirkət onu qeyd edirik, misal üçün. Qeyd olunur. Təzədən paketləyirik. Bayaq bir fakturanı qaymaya yazmışam. İndi hər ikisini əlavə edəcəm. Baxın, kılavuzu 2 dəfə əlavə etmişim. İkisini də atıram bura paketdə. Ekranda bir dənə birinci paket yazıram. Paket 1 qəbul olundu. Daxil oluruq paketdə bölümünə. Paket 1 yüklə. Gördüyünüz kimi 3 dənə paketin üstündə, yəni qaymanın üstündə yüksləndi. Bunlar təkrar olduğuna görə silirik, təsdiqləyib göndəririk. Həm Excel avtomatik aktların hazırlanması kimi Excel, həm də elektron fakturaların offline rejimdə yazılması üçün müraciət edə bilərsiniz.